Azərbaycan ərazilərində türk mənşəli Kimmer, İskit, Sak tayfaları məskən saldı. Bu tayfalar Qara dəniz sahillərindən və Krım yarımadasından gəlmişdilər. Onlar burada İskit padşahlığını yaratdılar. İskitlərin döyüş taktikası çevikliyə əsaslanırdı. Onlar döyüş zamanı düşməni vurmaq üçün atı çaparaq onu ötür, hərbi üsulla geriyə dönərək oxla vururdular, qələbələr qazanırdılar. İskitlər köçəri həyat keçirir, üstü örtülü arabalarda yaşayırdılar. Qadın və uşaqlar bu arabalarda yerləşdirilir, kişilər isə at belində olurdu. İskit padşahlığı Manna dövləti ilə ittifaq yaratdı. Mannanın İskit padşahlığı ilə yaxınlaşması Assur hökmdarının xoşuna gəlmədi və Mannanın Assur dövləti ilə münasibətləri pozuldu. Mannada Assur dövlətinə qarşı olan qüvvələr əraziyə yeni gəlmiş tayfalarla birgə asılılıqdan xilas olmağa çalışırdılar. Manna hökmdarı Ahşeri Assur ilə ittifaqı pozdu. Bu səbəbdən Assur ilə Manna arasında döyüş baş verdi. Manna ordusu məğlub oldu. Assur hökmdarı Mannanın bir sıra şəhər və qalasını, eləcə də paytaxt İzurtunu tutub dağıtdı. Əhalini, malqaranı və at ilxlarını qənimət kimi apardı. Assur ilə ittifaqın tərəfdarları Ahşerinin siyasətindən narazı qaldılar. Buna görə də onlar Ahşeriyə qarşı üsyan təşkil etdilər. Üsyan zamanı Ahşeri öldürüldü. Hakimiyyətə Ahşerinin oğlu Uvalli gəldi. O, Assur dövləti ilə ittifaqı bərpa etdi. Babil və Midiyaya qarşı mübarizədə Manna müttəfiq kimi Assura kömək etdi. Beləliklə, Manna ilə Assur münasibətləri yenidən yaxşılaşdı. Manna dövlətinin ərazisi qonşuluqda yaranmış güclü Midiya dövləti tərəfindən işğal edildi. Bununla da Mannanın müstəqil dövlətçiliyi sona çatdı.